Salam, dərs onun izahına baxaq. Yer səthinin relyefi. Relyef dedikdə yer səthində gördüyümüz nahamarlıqlar nəzərdə tutulur. Yəni dağlar, düzənliklər və s. Relyefi geomorfologiya elmi öyrənir. Relyef forması açıq və qapalı, mənfi və müsbət ola bilir. Relyef forması ölçüsünə görə müxtəlif olur, 5 qrupa bölünür. Planetar relyef formaları. Bunlara materik və okeanın çökəklikləri, okeanda olan nəhəng sıra dağlar, geniş düzənliklər aiddir. İkinci hissəyə megaforma. Mega çox böyük mənasını verir. Megaformaya da məsələn Alp-Himalay dağları planetardır, dağ sistemi planetardır, amma bunun içərisində olan Alp, Qafqaz, Pamir, Tian-Şan dağları isə artıq megaformadır. Makroforma isə iri mənasını verir. Megaformadan nisbətən kiçikdir. Məsələn, Baş Qafqaz dağı dedikdə megaforma nəzərdə tuturuq. Amma Baş Qafqaz dağında yerləşən hər hansı bir silsilə desək, o zaman makroforma nəzərdə tutarıq. Dördüncü hissədə mezoformadır. Mezo orta mənasını verir. Mezoformalara məsələn çay dərələri, qovuları aid edə bilərik. Mikroformalar isə kiçik mənasını verir. Daha kiçik akumulyativ tirəciklər, karskıfları, tirələr və s. nəzərdə tutulur. Relyef formaları daxili qüvvələrin, yəni endogen qüvvələrin, endogen daxili deməkdir, təsiri ilə yarananda morfostrukturdur. Morfostrukturlar planetar, mega, makro. Diqqət yetirsəz, ilk üçlük morfostrukturdur. Eksogen qüvvələrin təsiri ilə yaranan relyef formaları morfoskulpturdur. Morfoskulptura isə digər ikisi aiddir, yəni mezoforma və mikroformalar. Dağlar. Dağın zirvəsi, yamacı və ətəyi olur və hündürlüyü 200 metrdən artıq olan müsbət relyef formasıdır. Əgər 200 metrdən az olarsa, bu zaman o təpə adlanır. Dağın ən yüksək nöqtəsi zirvədir və zirvə şiş uclu olarsa, bu zaman o pik adlanır. Dağın ən yüksək nöqtələrini birləşdirən xətt su ayrıcıdır. Buna yalda deyilir. Dağın zirvələrini birləşdirən xətt boyu keçid üçün əlverişli olan alçaq yerlər aşırım adlanır. Dağlar bir-birinin ardınca düzülərək sıra dağları əmələ gətirir. Dağları düzənlikdən ayıran hissə ətək adlanır. Baxın, ətək bu hissədir. Yəni, bu hissədə düzənlik yerləşir. Dağı düzənlikdən ayıran hissə ətəkdir. Ətəklə zirvə arasında qalan hissə isə yamacdır. Ən yüksək hissəsi zirvədir. Ətəklə zirvə arasında qalan hissə yamac adlanır. Dağlar yer səthinin 40%-dən çoxunu əhatə edir. Dağlar həm mənşəyinə, həm yaşına, həm də hündürlüyünə görə fərqlənir. Yəni, ümumilikdə dağlar mənşəyinə görə də qruplaşdırılır, yaşına görə də, hündürlüyünə görə də. Mənşəyinə görə dağlar tektonik və vulkanik olur. Tektonik dağlar özü də 3 yerə bölünür. Qırışıq, qırışıq faylı və faylı dağlar. Qırışıq dağlarda seismiklik çox olur, yəni cavan dağlardır. Yer kürəsində gördüyünüz cavan dağlar hamısı qırışıq dağlara aiddir. Qırışıq faylı dağlar isə yer səthində olub, yəni fəallığını tamamilə itirməyən, yəni yenidən fəallaşmış dağlar, Tian-Şan, Altay, Sayan, qırışıq faylı dağlara aiddir. Faylı dağlar isə seismik zonalardan kənarda yerləşir, zəif parçalanır və qədim dağlardır. Kap, Əjdaha, Ural, böyük su ayrıcı dağları faylı dağlara aiddir. Vulkanik dağlar. Demişdik, dağlar tektonik və vulkanik olur. Tektonik faylı, qırışıq faylı və qırışıq dağlardır və vulkanik. Vulkanik dağlar isə vulkanların fəaliyyəti ilə yaranır və belə dağlar çox vaxt silsilə yaratmır, konus formasında olur. Nisbi hündürlüyünə görə dünyanın ən böyük vulkanik dağı Havay adalarındakı Mauna Kea dağıdır. Bundan başqa vulkanik dağlar Elbrus, Kazbek, Savalan, Ağrı dağ və s. deyə bilərik. Yaşına görə də dağlar cavan və qədim olur. Cavan dağlarda tektonik hərəkətlər çox, qədim dağlarda isə tektonik hərəkətlər heç olmur deyə bilmərik,
amma çox cüzi miqdarda olur deməyimiz daha düzgün olur. Qədim dağlara faylı, qırışıq faylı dağlar aiddir. Cavan dağlara isə qırışıq dağlar aiddir. Və dağlar hündürlüyünə görə alçaq, orta, yüksək dağlara bölünür. Alçaq dağlar hündürlüyü 1000 metrə qədər, orta dağlar hündürlüyü 1000-2000 arası, yüksək dağlar isə hündürlüyü 2000-dən çox olan dağlardır. Planetimizdə ən yüksək zirvə Comolungma zirvəsidir. Düzənliklər. Yer səthinin nisbətən hamar hissələri düzənlikdir və onların hündürlüyü 200 metrə qədər olur. Mənşəyinə görə düzənliklər akkumulyativ və dendasyon olmaqla iki yerə bölünür. Dendasyon düzənliklər yaylaya uyğun gəlir. Hansı düzənliyin yanında yayla deyiriksə, bunlar dendasyondur. Və akkumulyativ düzənliklər isə ovalıqlara uyğun gəlir. Hansı düzənliyin yanında ovalıq sözünü deyiriksə, deməli bu akkumulyativdir. Çayların süxurları gətirib toplaması hesabına allüvial düzənliklər, müvəqqəti axarların, yəni sellərin gətirdiyi çöküntülərdən yaranan düzənliklər isə prolüvial düzənliklər adlanır. Mütləq hündürlüyünə görə düzənliklər 3 yerə bölünür. Ovalıq, yüksəklik və yayla. Ovalıq dəniz səviyyəsindən 200 metrə qədər olan ərazilərdir və akkumulyativ düzənliklərdir. Yüksəklik isə 200 və 500 metr arasında olan dendasyon düzənliklərdir. Volqa boyu, Orta Rusiya, Valday, Stavropol və s. düzənlikləri var. Yaylılar isə okean səviyyəsindən 500 metrdən yüksəkdə yerləşən dendasyon düzənliklərdir. Cədvələ diqqət yetirsək, ovalıq və yüksəklik və yaylıları bir-birindən seçə bilərik. Okean dibinin relyefi. Quru səthində relyef mürəkkəb olduğu kimi, okeanın dib hissələrində də relyef quruluşu mürəkkəbdir. Yer səthindən okeanın dibinə doğru getdikcə ardıcıl olaraq materik dayazlığı, buna şelf də deyə bilərik, materik yamacı, materik ətəyi, okean yatağı və ya abissal düzənlik, orta okean dağ silsiləsi, okean novları bir-birini əvəz edir. Materik dayazlığı və ya şelf zonası okeanın üst hissəsindən 200 metrə qədər olan əraziləri əhatə edir və şelf zonası daha çox Şimal Buzlu okeanındadır və okean dibinin bu relyef formalarında biz demişik, okean tipli yer qabağında qranit qat yoxdur. Amma okean dibinin relyefinin heç birində qranit qat yoxdur sözünü işlədə bilmərik. Çünki burada qranit qat mövcuddur. Yəni ilk 3 hissədə materik dayazlığı, materik yamacı və materik ətəyində qranit təbəqə mövcuddur. Sonra ikinci hissədə gəlir artıq 200 metrdən başlayaraq 1500-2000 metrə qədər materik yamacı yerləşir. Materik yamacında da yenə eyni zamanda qranit qat mövcuddur. Yəni əsasən qranit və bazaltdan ibarətdir. Üçüncü hissədə 1500-2000 metrdən başlanmış 3000 metrə qədər materik ətəyi yerləşir. Artıq materik ətəyinin şəklə diqqət yetirsək, ətəyində, yəni son hissəsində, qurtaracağında qranit qat yoxa çıxır. Yəni materik və okean yer qabığının sərhəd hesab olunur. Okean yatağı və ya abissal düzənliklər 3000-6000 metr dərinlikdə yerləşir və əsas okean tipli yer qabığına malik olur. Artıq burada qranit qat olmur. Və ən böyük adası dedik, okean yatağı üzərində Mauna Kea vulkanıdır ki, hündürlüyü ən yüksək vulkandır. Orta okean silsiləsi isə litosfer tavalarının divergent, yəni ayrılma sərhəddinə uyğun gəlir və 2000-3000 metrə qədər uca silsilələrdən ibarət olur və orta okean silsilələrinin ən hündür zonadakı tektonik qırılmaları boyu rift dərələri uzanır və okeanın ən dərin hissəsini okean novları təşkil edir ki, bunun dərinliyi 2-3 mindən 8 minə qədər arta bilir ki, bu da ən böyük nov kimi
marin cücəyliyini göstərə bilərik. Eksogen relyef formaları. Bilirik ki, daxili qüvvələrin təsiri ilə endogen, xarici qüvvələrin təsiri ilə eksogen relyef formaları yaranır və iri relyef formaları endogen qüvvələr yaradır. Nisbətən kiçik relyef formalarını eksogen qüvvələr yaradır. Süxurların eksogen, yəni xarici qüvvələrin təsiri ilə parçalanması aşınma adlanır. Eksogen xarici qüvvədir. Xarici qüvvələrin təsiri ilə parçalanma aşınma adlanır. Aşınma nəticəsində bərk süxurlar parçalanır, qırıntı, kimyəvi və üzvü mənşəli çökmə süxurlar yaranır. Temperatur və rütubətin müxtəlifliyi bitki örtüyünün yayılma şəraitindən asılı olaraq aşınmanın fiziki, kimyəvi və üzvü formaları var. Yəni, əsas temperaturdan, rütubətdən asılı olaraq aşınmanın 3 qrupu yaranır. Fiziki aşınma, buna mexaniki aşınma da deyilir. Quru və isti iqlim şəraitində üstüqalıq temperatur amplitudunun yüksək olduğu ərazilərdə üstünlük təşkil edir. Ümumilikdə fiziki aşınma həm səhra bölgələrində, həm də dağların ən uca hissələrində havanın temperaturunun 0 dərəcədən aşağı olduğu, qar və buzlaqla örtülü olan hissələrində yaranır ki, burada şaxtadan aşınma prosesi əmələ gəlir. Şaxtadan aşınma da fiziki aşınmadır. Kimyəvi aşınma. Burada rütubətli iqlim şəraiti, su, oksigen, karbon qazının təsiri ilə kimyəvi aşınma baş verir. Kimyəvi aşınma isti və rütubətli ərazidə olur. Mineral və üzvü mənşəli maddələr kimyəvi aşınmada iştirak edir. Üzvü aşınma isə canlı orqanizmlərin təsiri ilə süxurların parçalanmasıdır. İstər bitki, istər heyvanlar, yəni heyvanlar süxurların dağılmasına, tərkibinin dəyişməsinə təsir göstərir. Şəkildə diqqət yetsək, məsələn, ağaclar qayalıq ərazilərdə bitirsə, onların kök hissəsi qayalıqları, yəni parçalaya bilir, yəni aşınmaya təsir göstərir. Bu cədvələ diqqətlə baxın, aşınmanın növü və səbəbləri verilmişdir. Digər eksogen relyef formalarına biz çay eroziyasını deyə bilərik. Ümumilikdə eroziya nədir? Suyun, küləyin, buzlaqların təsiri ilə süxurların parçalanıb dağılması eroziyadır. Çayların süxurları dağıdıb yuması çay eroziyası adlanır. Dağlıq ərazilərdə çaylar öz yataqlarını dibə doğru dərinləşdirir. Təsəvvür edin, bərk süxurdur, yalnız çay onun dib hissəsini dərinləşdirir və bu dib eroziyası adlanır. Yumşaq əhəng daşı süxurların kəsib keçdiyi çaylar kanyonlar yaradır və kanyonvari dərələr yaranır. Ümumilikdə dağ çaylarında V şəkilli dərə olur, düzən çaylarında isə U şəkilli dərələr formalaşır. Çay dağdan düzənliyə çıxdığı yerdə artıq sürəti zəifləyir və gətirdiyi süxurları apara bilmir və bu hissədə süxurları çökdürür, toplanır və bu gətirmə konusu yaradır. Dedik ki, dağ ətəyi ərazilərdə yan eroziyası və U şəkilli dərələr var. Eyni zamanda düzənlikdən axan çaylarda meandrlar var. Yəni çay dönmələr yaranır. Sürəti zəif olur. Düzən ərazidə qarşısına çıxan maneəni axıda bilmir və qıvrılmalar yaradır. Düzənlik çaylarında çay deltaları yaranır. Bu da çayın mənsəb hissəsində artıq gətirilən süxurların toplanması nəticəsində yaranır. Çaylarda yan və dib eroziyanın növbələşməsi, yəni pilləvari relyef yaranması çay terrasıdır. Yəni terras pilləvari relyef formasıdır. Quraq iqlimə malik olan ərazilərdə müvəqqəti axarların təsiri ilə arid denudasyon relyef forması yaranır. Arid denudasyon relyef formasına şırım, yarğan, qobu və bedlentlər aiddir. Yarğanlar yağış və qar sularının süxurları yuması nəticəsində yaranan quru dərələrdir. Yarğanın ilk mərhələsi şırım, son mərhələsi isə qobu adlanır. Yeraltı suların süxurları həll etməsi karst prosesi adlanır.
Yəni hansı süxurları? Əhəng daşı, dolomit, gips və s. Bu proses nəticəsində yaranan Kars mağaraları, Kars qıfları olur. Dünyanın ən böyük mağarası ABŞ-da Mamont Flint, Sloveniyada Postoyun, sonra Gürcüstanda Yeni Afon, Azərbaycanda Azıq mağarasını göstərə bilərik. Yəni yerin altında olmuş sular orada əhəng daşını, dolomiti yuyur, özündə həll edir və yer altında boşluqlar yaranır, mağaralar yaranır. Dağ yamaclarında su keçirməyən gilli süxurlar üzərində su keçirən qumlu süxurlar yerləşir və üst hissə suyu keçirir, alt hissə suyu keçirmir. Sanki bunların orta hissəsində su təbəqəsi formalaşır və alt hissədən su keçirməyən təbəqə üzərindən üst hissə sürüşərək sürüşmələr yaradır. Sürüşmələr leysan yağışlardan, qarın əriməsindən sonra daha çox baş verir. Buzlaq mənşəli relyef formaları. Buzlaqların dağıdıcı, yəni eksorasiya, eyni zamanda yaradıcı buzlaq akkumuliyasiyası fəaliyyəti var. Dağıdıcı eksorasiyadır, yaradıcı buzlaq akkumuliyasiyasıdır. Eksorasiya fəaliyyəti ilə bağlı olaraq yaranan əsas relyef formalarına Turok dərələri, karlar, sirklər aiddir. Yəni dağıdıcı fəaliyyətə Turok dərələri, karlar, sirklərdir. Buna diqqət yetirin. Buzlaq akkumuliyasiyasına isə moren təpələri və moren tirələri aiddir. Turok dərələri nədir? Uca dağlıq ərazilərdə buzlaqlar dərə boyu aşağı sürüşür və aşağı sürüşdükdə təşnəvari dərələr yaradır. Belə dərələrin yamacları dik və hamar olur. Turok dərələrinin dibində buzlaq dilinin qurtardığı yerdə toplanan qırıntı materiallarından ibarət olan moren təbəsi, moren tirələri əmələ gəlir. Ən böyük moren tirəsinə Finlandiyada Salpausselkaya moren tirəsini misal göstərə bilərik. Karlar. Karlar dağların zirvəsinə, dağların zirvə hissəsində kiçik buzlaqların, şaxtanın aşınmasının təsiri ilə yaranmış fincan şəkilli çökəkliklərdir. Sirklər nələrdir? Dağlarda buzlaq dərəsinin yuxarı qurtaracağını örtən şəkildə olan amfiteatr formasındadır. Sonra fjord və şixər tipli dəniz sahilləri də dənizin sahilində formalaşmış relyef formasına aiddir. Fjordlar ensiz, dərin, yamacları dik və qayalıq olan dərin körfəzlərdir. Belə körfəzlər daha çox fjord tipli sahillər, Norveç, Alyaska, Cənub-Qərbi Çili, Qrenlandiya, odlu torpaq və s. də daha çox rast gəlinir. Fjordların formalaşdığı ərazilərdə şixerlərə də rast gəlinir. Şəkildə diqqət edin. Şixerlər moren buzlaq materialları ilə örtülü olan qayalıqların dənizin yüksəlməsi ilə adalara çevrilməsidir. Baxın, buzlaqlarla örtülü olan adadır. Dəniz yüksəlir. Dəniz yüksəldikdə artıq bu adaya çevrilir. Yəni ümumilikdə böyük qaya parçasını nəzərdə tutun. Su yüksələn zaman onun dib hissələrini örtür və adalara çevrilir. Sonra var abraziya. Abraziya dəniz sahillərində dalğaların fəaliyyəti nəticəsində yaranır və bu da burada həm istər çimərliklər, istər abraziyon düzənliklər əmələ gələ bilir. Sonra var dalmasiya tipi sahillər. Bu dağların sahillərə paralel olaraq uzandıqları yerlərdə dağlar arasında çay vadilərinin dənizin yüksəlməsi ilə su altında qalmasıdır. Yəni dəniz yüksəlir, çay vadisi artıq su altında qalır. Bu dalmasiya tipli sahillərdir. Sonra küləklər. Küləklərin fəaliyyəti ilə yaranan relyef forması eol relyef forması adlanır. Küləyin qumu sovurduğu sahələrdə şahid dağlar ya da deformasyon çökəkliklər yaranır və topladığı sahədə qum tirələri, barxanlar, duyunlar əmələ gəlir. Barxanlar əsasən külək bir istiqamətdən əsəndə formalaşır. Diqqət edin, külək bir tərəfdən əsir və barxan formalaşır. Aypara şəkilli forma əmələ gəlir.
Külək iki istiqamətdən əsdikdə bu zaman duyumlar əmələ gəlir. Yəni külək hər iki tərəfdən əsir. Var deformasiya nəticəsində relyefdə kəskin dəyişiklik yaranır. Məsələn, qədim dağlar parçalanır denudasiyon düzənliklərə. Onların bərk süxurlardan təşkil olunmuş hissəsində şahid dağlar yaranır. Ümumilikdə şahid dağlar, yəni qədimdən mövcud olmuş dağlar kimi başa düşürük. Bu böyük sahələrdə Əhəqqər, Tivesti və Darfur platolarını misal göstərə bilərik.